hərdən bir dua deyim sizə eləyin. Səcdələrinizdə elə söz gözəldir. Allah bax bu duanı ilahi güman eləmədiyimiz yerlərdən bizə kömək elə. Yaxşı duadır. Deyirsiniz, nə daxı bunun xeyri nədir? Allah insan güman eləmədiyi yerdən köməyə gələndə Allah tez bağlanır. Yəni gözləmədiyin yerdən kömək gəlir. Orada Allahı görürsən. Bu qaydadır da. Yəni fikirləşmədiyin yerdən sənə kömək gəlsə, deyirsən qurban olum sənə ay Allah. Sən nə gözəl Allahsan. Bu hardan getirdin mənə? Tez Allahı görürsən. Amma güman elədiyin yerdən həmişə gələndə sənə gəlir də buradan gəlməlidir də. Yəni bu belə olmalıdır. Bir dəfə dedim bu misalı. Mən cümlələrdə demişəm, hara demişəm. Dedim bax məsələn maaş alır, tutaq ki 600 manat. Misal. Bunun bir şükür eləmir. Birdən məsələn 50 manat kənardan birdən gəlir güman eləmədiyi yerdən 50-ni qaldı. Allah sən nə gözəl Allahsan. 50-yə şükür eləyir, 600-ə şükür eləmir. Niyə? 600 bilir ki gəlməlidir də. Yəni bu elə belə olmalıdır. Allah verməlidir buna 600-i. 50 yox, Allah sağ oldu da 50-ni getirdin bizə. Buna görə sən güman eləmədiyimiz yerlərdən gələn köməkliklər bizi tez bağlayır Allaha. Bu qaydadır. Ona görə dualarımızdan biri bu olsun. Min heysu la yahtesib. Allah güman eləmədiyim yerdən mənə kömək elə. Bu gözəl bir köməkdir. Allah da deyir, əgər ilahi çərçivələri aşmısınız icraatda, çalışdığınız əməllərdə iki şey görəcəm. Xoşlamadığınızı sevdiyinizlə əvəzləyəcəm. Yaxşı? Bu da ola bilər, hətta xoşlamadığın adam dəyişsin, yaxşı insana çevrilsin. Olur ya, bəzi vaxtlar adam heç bir nəfənin xoşu gəlmir, biraz ki, xoşun gəlir. Deyirsən, nə yaxşı insandır bu insan. Biraz tez qərar da verməyin.